Salam əziz izləyicilərimiz, bugün Sabirabad rayonunda satışda olan fermanı sizə təqdim eləyirəm. Deməli əziz izləyicilərimiz, buranın qabaqcadan deyim, buranın ərazisi 25 hektardır. 25 hektar elektronlu kupçu iləndir. 25 hektar yenə də təkrar edirəm, şəxsi mülkiyyətdir. Deməli buranın nəzərində yerləşir hal-hazırda 4 dənə böyük fermadır, amma ümumilikdə 6 fermada 4'ü yararlıdır. 4'ü yararlıdır. İndi vaxt məhdudiyyəti az olduğuna görə fermanın birini sizə təqdim eləyəcəm. Sonra buranın tərkibində yerləşir pendir sexi var. Oranı da sizə təqdim eləyəcəm ambarında. Su şəraitində, qonaq otağı, ofisin hamısını sizə təqdim eləyəcəm. Transformatorunda özünün xüsusi bağı da var, amma çəkiliş az olduğuna görə, vaxt məhdudiyyəti az olduğuna görə çalışacağıq ki, qısa şəkildə göstərək. İnşallah gəlin indi fermanı buradan sizə təqdim edeyim. Deməli, əziz izləyicilərimiz, bura 200 baş iri buynuzlu vaxtında saxlanılır. Bura Sovet hökumətindən qalma, yəni möhkəm bitkili fermadır. Burasını da qeyd eləyək. Hardasa, yəni təxminən bir 500-ə xırda buynuzlu saxlamaq olar. Yəni bu ferma işlədənlər bilirlər nə demək istəyirəm. 200 baş, yəni rahat fermanın birində. Beləncə isə 4 dənə hazır beləncə hal-hazırda ferması var. Bu dediyim fermalar var. Bir dənə ətraflı hamısı göstərərdim. Bunlar hazır fermalardır. Pendir sexi qarşıda da, ambara qarşıda da. Bura gördüyünüz müdür otağı, istirahət otağı, hamısı buradadır. İndi sizə bir hamısını çalışdığım qədər təqdim edəyəm. Deməli, dediyim buranın ambarı, bura 4 sotun yerindədir. Ölçmüşük, böyük ambarıdır, hazır ambarı, baxardınız. Buranı, deməli, əziz izləyicilərimiz, bunu mən deməklə, reklamla yəni izah eləyə bilməyəcək. Buranı gərək maraqlanan adam gəlib gözü ilə görsə, buranı görəcək həm o şəraitini. Bu pendir şəklində bir dənə göstərək. Deməli, əziz izləyicilərimiz, bu deyil pendir şəkli burada, amma yenə də vaxt məhdudiyyəti az olduğuna görə ətraflı göstərə bilmirik. Hamısı bu otaqlar kameralardır. Qaymaq sexi ayrıdır, pendir sexi ayrıdır. Bütün avadanlığı ilə, yəni vaxtında burada pendir istehsal olunur. İndi bir dənə gəl buranı da çəkərdim. Bura, belə deyək də, fermanın giriş hissəsidir. Giriş hissəsidir. Bura, deməli, axrananın yeridir. Yəni, qalmağa, hər bir şəraiti var. Ailəvi qalmağa, burada hər bir şəraiti var. Gəlib bir dənə buradan da su ambarında göstərək. Deməli, burada gördüyünüz böyük su hovuzlarıdır. Deməli, bunları da çəkib göstərərdim. 700 ton tutur. 700 ton, hər iki böyük hovuzlardır. Kürdən gəlir bura su. 700 ton, yəni su tutumu var bu hovuzların. Sonra buranın generatoru var özünün şəxsi transformatoru var. Sonra buranın kamera sistemi var. Burada qəşəng, yəni səliqəli tikili müdür otağı da var, ofis otağı da var, qonaqlar üçün qalmağa olan otaqlar da var. İndi oranı da sizə təqdim eləyəcəm. Həmin bu məhz 25 hektarın içindədir və özünün ayrı gilas alça bağı var, nar bağı var. Buranın nəzrində yerləşir. Amma hamısını göstərə bilmədim də, yəni vaxt məhdudiyyəti az olduğuna görə. Deməli, əziz izləyicilərimiz, burada həmin müdür otağıdır, istirahət otağıdır, mətbəx, hamısı var. Hər bütün şəraiti var. Stili sistemindən tutmuş. Nə bilim, buranın yenə də təkrar edirəm, özünün transformatoru, generatoru, hamısı şəxsidir. Bir dənə buradan fermaların hamısı bir dənə göstərərdi, onun axırıncı kadrdır. Bax, bu gördüyünüz hamısı nə görürsünüzsə, yəni bura 25 hektardır. 25 hektar şəxsi mülkiyyətdir. Deməli, bura vaxtında Sovet hökumətinin vaxtı böyük bir ferma olub da, yəni kənd cəmaatı hamı burada işləyiblər, çalışıblar. İndi inşallah kimə qismət olarsa böyük suav yiyəsi olar ki, burada nə qədər adam işçi işləyəcək inşallah. 850 baş fakt saxlayıblar, iri buynuzu gömüş saxlayıblar burada. Xırda buynuzu da saxlayıblar, pendir sexi də yəndə var, ambarı var, kəsim yeri var. Yəni hər bir şəraiti var, qiyməti razılaşma yolu ilədir inşallah. Kimə maraqlı olsa profildə nömrəm qeyd olunub, takib atıb paylaşmağı da unutmazsınız.